Hər vaxtınız xeyir olsun xanımlar və cənablar. Tamatos kanalında xoş gördük sizdə. Bu layihədə ən sevdiyiniz 9 bloger yarışacaq. Yəni siz 9 blogerin həm evində, həm mətbəxində qonaq olmuş olacaqsınız. Bəli, bu bir yarışmadır. Bu yarışmada həm intriqa var, həm çox əyləncəlidir, həm də maraqlı söhbət var. Görək, bu 9 qız bir-birlərini həyatda sevdiyi qədər yarışmada bunların sevgisi nə ilə nəticələnəcək? Bəli, ilk qonağımız Aytən Həmidlidir. Gəlin Aytən Həmidlini yaxından tanıyaq. Mən Aytən Həmidli, 32 yaşındayam. Həm özümün şəxsi ateliyem var, həm də influencer kimi hardasa 9 illik fəaliyyət göstərirəm. Yarışmada düşünürəm ki, çox iddialıyam və hazırlaşmışam deyəndə ki, menyumdakı olan yeməkləri eləmişəm. Bildiyim yeməklər də var, bilmədiklərim də var. İnşallah ki, yaxşı olar. Düşünürəm ki, qalib ola bilərəm. Dostlarımızla yaxın olsaq da, bu arada hamısını sevirəm, amma bu yarışma olduğu üçün məncə aramızda çox böyük bir rəqabət var. İnşallah ki, mən udaram. Aytən xanım, hazırsınız? Bəli. Həyəcan var. Çox. Birinci səndən qorxuram. Qorxmaq lazım deyil. Menüyü necə hazırlaşmısınız? Menüyə belə deyim də, bir-iki hazırladığım bir şey var ki, heç vaxt eləmədiyim idi. Sadəcə bir dəfə eləmişəm, deyim buradan. Amma yenə də əslində yetmir. Nəysə, inşallah yaxşı olar. İnşallah. Desertimi məsəl üçün heç vaxt eləməmişəm. Heç eləmədiyiniz bir şeyi verişdə eləmək necə seçimdir sizdə? Risklidir. Amma iddialıyam. Tamam, menüyü sadalayaq Səfət olmaz. İkinci şorbalardan göbələk şorbası eləyəcəm. İkinci olaraq salat qoz salatıdır. Qozlu salatı daha doğrusu. Adını da dəqiq bilmirdiniz. Ad qoyaq, qozlu salat. Qozlu salat qoymuşam adını. Üçüncü olaraq əsas ana yeməkdir. Belə deyim, anam da Lənkəranlı olduğu üçün Lənkəran mətbəxindən seçməlidim. Toyuq ləvəngisidir, bir də aş eləyəcəm. Dördüncü isə ən son desertdir. Çay süfrəsinə da maqnoliya hazırlayacağam. Əla, super. Hazırsa başlayaq. Başlayaq. Vaxtı başladırıq. Sizə uğurlar. Buyurun. Menyunu çox bəyəndim əslində. Daha doğrusu göbələk supunu sevirəm. Orada yəni seçdiyi yeməklər hər birini sevirəm. Və düşündüm ki, orada ən çox mənim marağımı çəkən ləvəngidir. Çünki bilirsiniz, Aytən Lənkəranlıdır və çox iddia edir həmişə ki, çox dadlı bişirirəm. Siz mənim ləvəngimin dadını görməmisiniz. Yəni ona görə marağımı çəkir. Sup haqqında onu deyə bilərəm ki, əgər kıvamını tutturarsa, məncə gözəl seçim eləyibdir. Salat fərqli ola bilərdi. Çünki əsas ana yemək də qozludur, o da qozludur. Çox qoz biraz baya bilər. Başqa da maqnoliya ümid edirəm ki, sadə deyil. Çünki sadə maqnoliyanı sevmirəm, amma belə meyvəli, özünə çiyələkli olsa məndən 1 bal ekstra qazana bilər. Menü gözəldir. Gözəl olmağına, amma bir o qədər də məncə qəlizdir. Bilmirəm indi çatdıra bilərmi, bilməzmi, onu bilmirəm. Misal, şah plovun mən bilirəm necə olmalıdır, necə hazırlanmalı, onu tutuzdura biləcəyimi, onun bu görünüşünü yandırmadan və ən əsası ləvəngi. Aytən bir Lənkəranlı olaraq ondan gözəl ləvəngi gözləyirəm. Çünki özü də çox iddialı idi və çox həyəcanlı idi. Yəni ləvəngisini gözəl gözləyirəm bir Lənkəranlı olaraq. Məsələn, mən şəkli olaraq piti bişirsəm, yəqin ki, məndən də gözəl bir piti gözləyirsiniz. Birinci başlayacağım. Ləvənginin işi çox uzun olduğu üçün onun soğanlarını çəkməliyəm, sonra qozu çəkməliyəm və soğanı da sıxmalıyam. Hardasa 1 kilo yarım soğan istifadə edəcəm. Əlavə olaraq yenə ağ soğanla göbələk supu üçün və salat üçün. Soğan içine keçsəm. Nə çətin imiş bu iş. Özümü yarışma yox. Başqa yerə biləm bu kubok zadı qazanacaq. Çox çətin imiş. Heyecanlandı mı? Yox, yaxşı sakitcə getdilər. Çox tələsdim. Ən uzun sürən ləvəngidir mənə görə. Bir də hazırladığım desertdir çətin olan. Yəni tərkibi asandır, amma onu tam alındırmaq biraz çətindir. 2 dəfə eləmişəm bu arada, heç yaxşı alınmayıb. Amma yenə də alındıracağım. 3-cü, 4-cü də. 2 dəfə deyəndə yəni atmışam da, alınmayıb. Sonra axırda alınır.
Normaldır əslində. Aytəndən daha biraz çətin yeməklər gözləyirdim, amma yenə də pis deyil. Şahplovu nəzərə alsaq, digərləri əslində çox asan yeməklərdir. Yəni qoz salatı, sadəcə olaraq qoz salatına baxır içində hansı inqrediyentlər olacaq, onu bilmirəm. Ləvəngi Aytən cənub zonasındandır, onun üçün məncə eləmək çox asandır bunu. Yəni primitiv yeməklər seçib əslində. Çox belə çətin deməzdim. Yenə də maraqlıdır mənə. Dadına baxanda biləcəyik nəticəni. Yeməklərin çətin olduğunu düşünürsüz? Çətin olan var, uzun sürən var, belə elədiyim var. Bəlkə də kimisi çətindir, amma məsələn elədiyim bir şeydir, sadəcə çox vaxt sərf olunur. Vaxtı çatdırmağa narahatam. Sizin komanda yoldaşınız Məsih xanım deyir ki, çox asan yeməklər seçin. Asan yeməklər seçin? Çox asan yeməklər seçin. Məsih də görəcəyik. Məsih də görəcəyik, həftə içində görəyinə hazırlayır. Deyir menüsuna baxdım, çətin bir şey yoxdur. Ləvəngi də elə də çətin bir şey deyil deyir. Vaxt aparır da, çətin deyəndə yəni vaxt aparır. Magnolia'da deyir nə var ki ona hazırlamağa, yəni 2 dəqiqəlik şeydir dedi. Siz nə fikirləşirsiniz? Nə fikirləşirsiniz? Mən elə düşünmürəm, yəni. Bu çətinlik deyil ki, əsas alındırmaqdır, dadıdır. Hər halda bizim verilən vaxt ərzində bunu çatdırmaq, yəni özü elə çətinlikdir. Düşünürəm ki, çox çətin yemək heç kim çatdıra bilməz bu qədər vaxtda. Bizim hazırlamamız var, üzərimi dəyişəcəm, nə bilim, süfrə hazırlığım var, bunları çatdırmalıyam. Məsih xanımın necə yemək hazırlayacağını düşünürsünüz? Bilmirəm, heç vaxt yeməmişəm Məsih xanımın yeməklərindən açığı. Amma düşünmürəm ki, dadlı olsun. Sizin komandada. Çünki mən nəyə görə demək istəyirəm bunu? Yəni ola bilər hazırlaşsa yaxşı ola bilər. Çünki mən evdə yemək bişirənəm. Yəni bunu izləyicilərim də bilir. Tez-tez bişirib bölüşdüyüm olur. Amma Məsih maması ən çox bişirir deyənə görə düşünürəm ki, ola bilər Məsih çətinliyi. Özü bişirmir ki Məsih? Mən görməmişəm. Yəni mən illərdir dostluq edirəm. Mən hələ bir dəfə verib yox. Bir dəfə evə gedəndə verib. O da deyəsən bəziləri maması eləmişdi, özü eləməmişdi. Nə elə düşün. Burada mən səni çox sevirəm. Gözlərim yanır. İnşallah ki, maskaram axmaz. Ən çox düşünürəm vaxt aparanda bu soymaq işləri, doğramaq işləridir. Bilirsiniz, qırmızı soğanla ağ soğan yan-yana qoymaq olmaz. Kim deyib o? Olmaz əslində. Qanı qaralır o dəqiqə. Tamam, zarafat edirəm. Elə bir şey yox. Hamısı olsuz da ət çəkən maşında çəkiləcək. Burada heç nə bilinmir. Sonra özüm burada tək hiss eləmir Aytən. Soğanların bölündə. Yox, indi onu da həll edəcəm. Bir dənə soyum, bunları suyu edəndən sonra. Ayırdım soğanları. Nə məntiqsə. Çox ciddi aldım deyəsən. Yerləşmədiyi üçün qoyulmuyor əslində. Nigar Fərzəli deyir ki, həmişə elədiyi yeməkləri seçib ki, çox risk almasın, onun üçün rahat olsun. Ola bilər. Belə şey yoxdur. Yəni mən nəsə dalaşmadım, bəlkə mən. Fərqli bir şey. Qozu seçmişsiniz də, düzdür, acı olmasın. Özü çox yaxşı yerdən almışam. Bəli, seçmişəm ki, acı olmasın. Aytən Soğanı sıxmaq üçün, baxın, hazırladığım ateliyemdə özəl əl işi. Bəli, soğanı sıxmalıyıq ki, suyu acı olmasın. Birinci növbədə mən bir dənə qozu çəkməliyəm, məni çaşdırırsınız siz. Buyurun. Necə saniyə? Görüşdük. Siz bunu? Bunu yox, o bir evdə var idi. Bəlkə Face ID ilə açılır, tərəzini tutur. Deməli. Bizim vaxtımızda tərəzi var idi, sən O da Allah. düzdür. Nəysə, mən bunun tam yarısını Bu 1 yeyəcəm. kilodur. Bu 1 kilodur, 500 Bunun yarısı yarım kilodur. Necə dedim? Allah. Bəli. Tərəzi zadı qoyuruq qırağa. Birinci qozu çəkirik. Bu arada bunu qoz çəkəndən yox, sırf belə ət çəkən maşından çəkirik. Yəni anamın öyrətdiyi. Qoz çəkən maşında biraz xırt-xırt qalır. Əslində ləvəngidə belə diri-diri qalmağını da sevirlər qozun, amma yəni bizdə olmur əslində. Maskara vurmuşdum bir damcı, o da yer. Paltarımı da geyinib çatdırmalıyam, onlar gələnə qədər.
Əgər dəyişəcəmsə. Təzə götürülən əlcək. Soğan əlcəyi dəyişdim. Bir soğan sıxacağam. Yenə dəyişəcəm. Çünki belə eləyəcəm. İndi bunu belə torbaya yığırıq. Yavaş-yavaş sıxırıq. Ağla veriş maraqlı olsun. Ağla. Doğrudan ağlayıram aslında. Bunun gücüm çatmır. Gücüm yetmir. Gücə də dəstək olmaq olmaz. İşim. Aytən xanım, sizcə sizin komandada kim qalib olacaq? Mən Mehindən gözləyirəm. Mehin əli dadlıdır, yemişəm yemək, evdə olmuşam. Yediklərimə görə deyirəm mən. Məsələn, Nigarın əlinə yemək yeməmişəm. Amma deyilənə görə dadlı bişirir. Prosta Nigar çatdırmaya bilər deyə düşünürəm. Nəysə çatdırmaz, tələsər, yadından çıxa bilər, içinə nəsə qoymaz. Elə bir şeylər ola bilər. Sonra Əpruzənin əlinə yemək belə də salat falan yemişəm. Elə çətin gözlər bax. Hə, mən də gözüm yaşardı. Aha. Salat falan yemişəm bir dəfə və salam. Bilmirəm. Aytənlə uzun müddətdir dostam əslində. Dəfələrlə də evində qonaq olmuşam, amma bir dəfə olsun belə çıxmasın, kasada bir sup verməyib mənə ki, əlinin dadını, duzunu bilim. Belə baxırıq, görürük ki, Instagramda paylaşımlarında qəşəng yeməklər bişirir. Biz görmürük. Biz deyəndə ki, mən öz adıma deyim ki, mən görməmişəm, dadını da bilmirəm. Bayaq dediniz ki, mən Məhsinin yemək hazırladığını falan görməmişəm. Aha. Bir dəfə evində, sonra dedim ki, bir dəfə evində olub, amma o da deyəsən ana yeməyini anası hazırlayıb. hazırlayıb. Məsələ deyir ki, heç mən də onlarda heç yemək zat yeməmişəm, ancaq ya sushi zakaz vermişik, ya nə bilim hazır yemək zakaz veriblər, ancaq eləncə ilə. Məsələ ola bilər sən yeməmsən, amma mənim ətrafımda çox dostlar olub. Yəni dost ailələrimiz, dostlarımız olub ki, yeyiblər. Hə, yəni o deyir ki, mən yeməmişəm. Ya Aytənin əlindən Bu bir yemək gün zat yer görməmişəm. görər. İnşallah. Eynən bax, birinci yarışmacı olmaq biraz çətindir. Çox çətindir, çünki qaydaları tam bilmirsən, necə çatdıracaqsan, nə tər olur, Amma nə ola asan bilər, yanı odur ki, nə reaksiya məsəl üçün- ola bilər. Asan yanında odur ki, yəni bu menyunu ola bilər ki, sizdən əvvəl kimsə eləmiş ola bilərdi. Və yaxud bəzi şeylər var ki, indi göz yumarıq eləyərik. Baxarıq da ona da zamanla. Mən elədiyimi ancaq supun eləyə bilərlər. Düşünmürəm ki, yəni ağıllarına gəlməzlər. Ləvəngi axı bişirən yoxdur bu tərəfdə. Yəni mənlə rəqiblərdən kimsə ləvəngi bilmirlər. Nigar da deyir ki, özü soğanı hələ bir dənə sıxıb qutara bilməyib 1 saatdır. Mənə söz atır ki, nəsə yadımdan çıxacaq eləyəcək. Hələ çıxmır. Gələ denən gəlsin də ləvəngi eləsin, görün bunu nətər eləyir. Dostlar çox çətin. Bunun kim deyir, boş söhbətdir. Onun içində heç nə qalmır. Bəlkə Qalıb. oradan üfürsən çıx. Mənə eləyirsən ki, sən mənim ayağıma daşdın. Toyuqla baxışırıq. Könül istəyər ki, kömək eləyim sizə, o qazın altını söndürüm, Yox, amma söndürmək lazım deyil, Bəli. çünki hələ tam bişməyibdi. Sadəcə suyu çox, prosta daşır. ona görə ola bilər. Göbələk supuna qalanda isə mən Aytənə vurğulamışdım ki, Aytən, mən göbələk sevmirəm. Buna baxmayaraq o göbələk supu edir. Yəni oradan bilmirəm indi necə olacaq, nətər olacaq, onu irəliləyən zamanlarda biləsiniz. Magnolia, yəni hamımız bir restoran var, orada yeyirik. Dadını bilirəm və onu tutuzdurmaq çox çətindir. Mən inanmıram ki, Aytən onu tutuzdura bilsin, bacara bilsin bu həyəcanla. Ümumiyyətlə yeməyin çatdıracağını belə düşünmürəm. Mən demişəm, mən saat 5-də süfrədə olacaq. Nə hazır deyil, nə çatını mənə maraqlı deyil. Bunu yazmaqda məqsədlə də əzbər bilmirsiniz ki, bunları. Yadımdan çıxır. Ola bilər Yadımdan. unudum nəyisə. Hamısını not almışsınız Aytən xanım bura. Mən 11 illik məktəb həyatımda bu qədər yazı yazmamışam. Bu xətt sizin xəttiniz, Aytən xanım. Bəli. Nə səviyyədə xəttiniz var? Göbələk şorbası. Göbələk şorbasını tutuzdura bilərsiniz. Tutuzduracağam. Bu qaralmağı falan Qəşəng. söhbəti var. O Qaralmağı biraz- göbələkdən asılıdır. Göbələyi çox yumamalıyıq, çox suda qalmamalıdır. Ona görə göbələk şorbası üçün olan göbələyi ayrı qoymuşam. Onu biraz belə yüngül suya vurub tez bişirəcəm. Bir də Əfruzə xanım deyir ki, bu Suda qalanda qaralır. Əfruzə xanım deyir Bu arada ki, təzə əlcək taxdım, nəzəriniz olsun. burada Allah, yəni bu əlcək üçüncü var. əlcəyim. Allah. Hə, Niyə gələn kimi dedin əlcəksiz işlədin? mən o situasiyanı yaratdınız ki, ay mən əlcəksiz işləmişəm bayaqdan görəsən nə olacaq? Burdan üfürürsən, ora dolur və rahat keçir. Cırdım. Əlcəyin burasını keçirdirsən, üfürürsən, rahat olursan. Hə, onu deyirdim axı. Əfruzə deyir ki, bu nədir bu? Onsuz da ləvəngin içində qoz var idi də. Qoz salatı nədir qoyub bura? Hamısı bir-birinə uyumlu eləmişəm də. Göbələk şorbası. Deyir çox qoz deyir, şey bayacaq elədi. Qəşəng olacaq. Dadına baxarıq.
İnşallah. Fərqli eləməmişəm də. Yəni birdən-birə ağız damları risk Ne getmişdim markete, gördüm qoz endirimdədir. Dedim bir qoz salat eləyim, bir Bu arada ləvənci. qoz elə bahalıdır. Qozlu köçə eləyim. Dəqiqə. Aha. İndi hal-hazırda salatın göbələyini ilə soğanını eləyəcəm. Və toyuğu duzladım. Turşu var. Turşunun Lənkərandan almam. Turşu ilə suyu qarışdırıram. Sonra buna çəkirəm bütün datlı belə marinə. Əslində bu əvvəldən olmalıdır, amma verilişdə olması üçün daha məcbur. Əvvəldən marinə edib qoyanda belə turşu ilə, duz istiotla daha da dadlı olur. Yeməyə ən ləzzət verən prosedur budur. Kim idi deyən ləvəngi asandır. Baxsın bu dəm bu prosedura. Bunun hamısını qoysaz əgər. Dəftərə də baxırsınız arada bir yadınızdan çıxan Yox. nəsə olar. Hələ baxmamışam. Bir dənə Bayaq əvvəl- Nigar Fərzəli deyir əvvəlində ki, baxdım. bu qədər təcrübəli bir adam. Hmm. Bir də Lənkəran mətbəxindən ləvəngi zat. Nə dəftərə yazıb. Ləvəngə baxmadım Baxmalı ki, falan. göbələyin miqdarını Onu da baxmadım yazmışsınız, ki. amma. Hətta soğanın, göbələyin miqdarlarını bilmirəm. Axı məsələn indi neçə nəfərlik eləyirik biz? Deyir heç gözləməzdin. deyir. 5-6 Yəni, heç nəfəri. yaxışdırmadım deyir. Nigar da Dəftərə görəcək. Nigar hələ bir tarifləri bilsin sonra. Bizə nə maraqlıdır. Əpüzə mənə də maraqlıdır. Yemək Əpüzən mən- yemisən yeməyin. Nə səbəb elə? Sualatdadır mənə. Əpüzən yeməyi yemisən. Yox, yeməmişəm. Heç yeməsən. Neçə illik rəfiqəsiz. Yox. Çünki maması ilə yaşayır da, yəni ailələr evinə gedirsən yeyirsən. Mən bir dəfə storydə görmüşdüm. Əpruzə Ayazı iftara çağırmışdı. İskəndər zakaz vermişdi hardansa evə. Bu dərəcə. O dərəcə. Subaydı da yəqin ona görə. Amma məncə bişirə bilməlidir yəni. Yenə də bişirməlidir. Ən azından müəyyən şeylər var ki, mən elə bilirəm ki, subaylar da bunu bilməlidir. Düzdür, mən də bilmirdim, amma universiteti qutarandan sonra öyrənmişəm də belə deyim. Sən məni söhbətə tutursan. Amma Soruşmayaq işte. Gedək oturaq qıraqda. Darıq burada özün üçün. Amma ən azından bir kartuşka qızarda bilsinlər. Ev işləri görürsüz heç. Evdə necədir? Nəzadır. Qozun acılığı yoxsa istəyir? Acıdım. Ona görə Şəkər tozu. bəli. Qozun acılığını şəkər tozu öldürəcək. Qozun acılığı deyil, Nə? soğanın acılığıdır. Soğan acılığını öldürəcək bəs. Kaçı ağ soğandan yəni. Əsl ləvəngi qırmızı soğandan olur. Gəl amma eləyək də, bizdə gəl bir dənə. Sezonu deyil. Gəlmə bir saatda şey eləyək. Ağ soğan sıxaq. Dəqiqə kefim pis olur ha. Valla. Valla. Bu niyə belə acı olsun? Maqnoliya da verəsən də, onsuz o da şirindir. Tarazlıya. Yox? Ləvəngi toyuğun içinə qoyum onda. Yəni Acı olsa biabırçılıq. mən evdən ləvəngini hazırlayıb. Sən də desertə keçmişik. Yox, hesab vurulur onsuz da. Hə, tamam. Şirniyyat olaraq ləvəngi qoyuram stol. Yəni bunu qarnına qoya bilsək. Başıma oynaşdı ya ləvəngi. Xoş ki. Yeyib qutardı ləvəngin için. Əladır məncə. So. Əladır deyib bir damızda. So, pudingimiz hazırdır. Ya Allah. Xahiş edirəm bunu qəşəng bişir. Qarnında. Çarəsizlikdə toyuqla danışıram. Gəl görüm mənim gözəlim. Deyir ki, yeməyi o qədər əzizləməlisən ki, yemək də dadlı olsun. Elə deyir. Bəh, 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 bəh. Yanına nəsə kartofdan, pomidordan, Baldı, soğandan. aş, Yox, böyrünə. aş. Yox, bununla bir yerdə pişsin Yo, deyə. yo, yo. Tək qalıb dartmaz orada. Bax demişəm axı. Bunu indi işte bilirlər axı. Aha, Acı bilirlər. olmasa da deyəcəklər ki, acıdır. Deyərik də 1 kilo içinə şəkər tozu qatdıq. Az olur, elə şey olur. O diqqət ilə şirindir də. Ağlayacağam. Əsl zəfəran. Salatın göbələyidir. İndi salatın göbələyini eləyirəm. 500 qram salata göbələk gedəcək. Soğanla bir yerdə qovuracağam. İrili xırdalı fərqi yoxdur. Çünki o suyu belə balacalaşır. Sonra keçəcəm maqnoliyaya.
Nigarə dedim axı, bəs hələ bir öz menüsünü seçsin, tutarsın görək. Sən niyə o dəqiqə xəbərcisən? İşim odur da. Buna görə maşallah da mən. O da ki, 1 puan ucu indidən mən sizə elədim. Bir xalını indidən sildim ki, bu nədir? Qonaqla rəftarına bax. Hələ o tənqidlərə Hələ indidən gəlməyib açıq baxıb, deyil. gələndə görəcək də. Deyir tənqidlər açıq deyilsə, bilək biz oyunumuzun qaydasını dəyişək. Biz də bilək. İnşallah Nigar yaxşı olar səndə. Mən biraz çox tələsim, çox həyəcanlıyam deyə biraz gecikmələrim oldu bəzi Bu qədər iddialı bir adamdan, yəni deyir Yerə bekləmədiyim, göbələyimdə. gözləmədiyim performansdır da bu. Belə gərmirəm səni mən burada. Gəlirsən, çox. Sən danışanda mənim əlim gecikir. Deməli doğru yoldayam. Deyir o qədər iddialı danış, axırda da belə olsun. Yaxşı olacaq inşallah. İnanıram ki, yaxşı olacaq. Mən o qədər Burada doğradı, ürəyi soyumadı. Keçib bir də orada doğrayır. Yavaş. o qədər tələsirəm. Sən atardın da onu blendera. Biraz o, bu dəqiqə heç olmadığım qədər sürətliyəm də yəni. Yəni aşpaz deyiləm də ən azından. Mən bu doğramanın zadı əla mükəmməl eləyim. Yaxşı qiymət versələr dostlarım, sizi sevirəm, biraz yaşaqlanın. Bunu da denədi onlara. Bu nə deyim biz onlara? O nə Denən ona dedi ki, Elə pul qazanmaq olmur realitən. dedi ki, dostlarım sizi sevirəm. Nəysə, yaxşı olacaq. Güvənirəm özümə. Əsas böyük işləri görmüşəm. Bir-iki dənə doğrama işim qalıb. Ən əsas Magnolia'mı həll eləsəm. Dərdə bax da mən. Böyük işləri görmüşəm dediyi. Yox, toyuq soğanı çəkmək, sıxmaq, səhv çəkdim. Onu təzədən çəkdim. Maşın, soğan soymaq, göbələk soymaq. Bunlar yəni uzun işdir də. Çox xırdaçı və mənasız işlərdir. Ortada heç nə yoxdur. Eləyirsən, ortada heç nə yoxdur. Tam 1 saatıma yaxın onu getdi elə. Doğrudan. 20 dəqiqədən sonra 2 Merhaba. saatımız oldu. Uje aşpaz olandı. Şef oldu. Səninki gəlir. Çaktırma. Həmin güvənirsən Aytan? Əlbəttə. Bəli. Ürəkdən deyir biraz. Güvənirəm. Amma məsələn soruş hansı yemək eləmişəm ona. Bu 7 ildə Nə ailə. yemək hazırlayır evdə? Nə hazırlanır? Nəyi gözəl hazırlayır, yəni deyirsən ki, çox ləzzətlidir. Yoldaşım mənlə. Yo, mən bu günləri fikirləşirdim ki, o şey eləyəcək. O məşhur bir dənə yeməyi var. Quzu budur. Quzu budu. Kaş onu eləyəydim ən az. Quzu budun fikirləşirdim Soğan eləyəcək, amma verərlər. menüsünü bu dünən gördüm ki, yox imiş. Çox tərifləmə, biraz turş edin deyəsən. Sən bilirsən bayaqları ləvəncinin içini hazırlayanda acı idi deyə bir yarım kilo şəkər tozu qatmışam. Qatırlar da, mamam da qatır. Yo, acı deyə deyil ki, o şəkər tozunun Hə. qatılmalıdır. Acı idi deyə qatırdı Mən da. bilirəm ya, artıq hakiməm Cənub zonasının yeməklərinə. Haralıydın sən? Qarabağ, Qubadlı. O Lənkəranlı olmuş olursan da evlənəndən sonra. 7 ildir Lənkəranlıyım. Bir tərəfi Lənkəranlıya keçdilər. Maşallah. Həyat yoldaşıma inanıram. Love. Dəstək olursan bəs ev işlərində. Yox. Yeməyi də hazır. Heç vaxt. Yeməkləri mən bişirirəm. Denən evdə olur ki, Oldu. bütün gün işlər. Yox, xəbər olmur. Alisanı apardım, qoydum məktəbə. Oradan çıxdım, getdim atölyəyə. İnanırsınız, o qədər yorulmuşam. Həmid də işlədi. Hamısı qaldı mənim üstümdə. Nəysə qızlar, oldu sağ olun. Komanda yoldaşlarınıza demişdiniz, bəs nə hazırlayasınız falan. Kim nəyi sevir, kim nəyi sevmir. Mehin demişdi ki, göbələyi heç vaxt yeməmişəm. Ona görə Amma sənə göbələk görə süp dadına elədin. baxaram. Amma Salat- dedi dadına baxaram. salatın içinə Dedi, göbələk vurdum. Məsələn, mənim iyrəndiyim şey var da. Məsələn, menünü yeməkdən görəndə Mehin pendirdən dedi ki- iyrənirəm. Mehin dedi ki, amma mən göbələkdən iyrənmirəm. Yəni sənə görə dadına baxa bilərəm. Dedi mənim fikrimi Qiymət- önəmsəməyib. Yəni, sağ olsun da, belə dedi. Ki yəni, onu hələ deməmişəm, salatının da içində göbələk var. Demə. Demə. Deməyim, hə, yaxşı. Yeyəndən sonra bilər. Qozlu salatın da tərkibində göbələklər var. Yəni əsas tərkibi göbələklidir. Bununla bağlı fikirləriniz, bəli. O zaman Aytən, pendir şovumu gözlə mənim sıram olanda. Necə ki sən pendir sevmirsən, hətta iyrənirsən, gözlə. Aşqaranındır bu. Yox, aşkara eləmirəm mən. Bu nədir? Bu nə indi bu? Bu göbələyin olacaq. Şaplovun içində heç nə olmayacaq. Göbələyin olacaq. Şaplovun içi və bomboş. Yox, ləvəngi toyur. Dur şaplov Qarayla töv olmur. mən belə. qazmağını hel eləməyə çalışacağam. Əgər İçi yeyə bomboş bilməsəm olacaq. eləməyəcəm.
Amma adı şahdır da bunu bilirsən. Üstü belə bağlı olmalıdır, kənarları bağlı olmalıdır. Bağlı olacaq mənə. Tamam. Menüdə şah plov demişik, məsələ odur. Hə. Yəni plov desəydik, hə, ola bilər ki, qıraqları bağlı Mən olmasa demişdim da ki, olar. ləvəngili və plov belə yazmışam. Dəqiq. Bilməm dəqiq. Hə, çəkilin. Yandı yeməğim. Çəkil! Yandı yeməğim. Harda bilmirəm. Allah qapısını açsın. Yaxşı ləvənci idi. Bəlkə yanmayıb, dibi tutub. Bir dəqiqə deyəm. Dur, su var içində. Nəsə qızarıb. Yaxşı tikmişik, onu deyirəm, hə? Qızarıb, yanmıyor. Yəqin ki, üstü çox olur. Mənə maraqlıdır görəsən o nə ilə əvəz edib. Yəni əslində üzüldüm. Amma bu artıq Aytəngildə olanda, yəni o yeməyi yeyəndə mən biləcəm. Təəssüf. Mən Aytənin Lənkəranlı olaraq düşünürdüm ki, bizə gözəl bir ləvəngi sunum edəcək, amma onun yandırmağını üzürlüsə Aytənin gülməlidir. Güləcəm buna. Yandırmaq var. Yəni gözləyirdim. Mən bilirdim ki, Aytən bunu bacarmayacaq. Bu qədər. Yanıq ləvəncini təkrar sizə gətirib süfrəyə təqdim eləyəcək. Hətta Bəli. mən gözləyərdim ki, o yenidən bişirsin. Amma onu etmirsə, ondan da bir puan qiymət dəyərləndirməsi daha doğrusu oradan qırılacaq 100%. Açığı mən yarışda iştirakçılar, komandalar bilinəndə yarışçılar düşünürdüm ki, qaliblərimiz ən çox, mən özüm iddialı deyiləm bu arada. Mehinlə Aytən üzərində ikisindən biri qalib olacaq, amma bu ləvənginin yanmağından sonra bilmirəm. Bir Lənkəranlı olaraq necə ləvəngini yandıra bilərsən? Necə yəni? Yanıq. Biz nə yeyəcəyik? Doğrudan? Mən kağızını dəyişəcəm, yenisinə qoyacam. Hələ bişməyib çünki. Prosta üstü qızarıb, bişməyib amma. Günəş kremi zad vursaq. Yox. Qatıq sürtsək. Deyək qatıq sürtəndə yanığa yaxşı iyi gəlir. Çöplərimizi götürə bilərəm. Çünki Sağ ol. Sizlə işimiz burada bitdi. tökülməyib də. Sağ ol. Siz də olmasaz. Amma hələ bişməyib. Magnoliya başlayırıq. Aha. İnşallah. Biz milli süt. Süt, harda süt. Sütümüz harda? Orada. Sütü görürəm. Məndə şəkər tozu. Şəkər tozu qalmadı. Bayaq ləvənciyə qatdıq hamısı. Soğan. Sağ olsun. Mən deyir inşallah təzədən bişirəcək də deyir onu bizə şey eləmək. Yanmayıb ki, qızarıb. Qabı özü yansa, pis ləzzətə qalsa. Şükür. Mən çarsınma baxma ya. 8 milli nə qədər? 800 milin nə qədər eləyir sualındakı nə qədəri tapmalı. Dəqiq. Dibi yapışdı. Dibi yapışdı. Mən ləvəncidən narahatam. Ben gidemem hayatım, çok güzel. Nicar deyir Temudan gələn ləvənci. Allah haqq elədir. Yaxşı Nigar. Yəndə deyər, görək Temudu yoxsa. Sizcə bu indi proyekt Tomatos qrupda nəsə dəyişikliklərə səbəb ola biləcək? Aranızda ola bilər intriqaya səbəb olsun. İntriqa mənasında deyirsən. Bəli. Hə, o Dağlar və yaxud kimlənsə kimin arası onu deyil. bilmirəm ki. Sən kimi düşünürsən? Məsələn öz qrupunuzda deyil, digər qrupda falan kimdən kimin arası Sən deyil? başımı qatırsan. Kimdən kimin arası deyə bilər? Kimdən kim Burada sen sarmalıyım, çekil. So. Ya Allah. Nə oldu?
Vanil. Elimi bırakmamalıydım. Ay yo, vanili bırak geçmeyeceğim değilsen. Yo, vanil sonradır. Düz deyilmişəm. Özümü çaşdırdım. Yaxşı, səni rahat buraxıram, biraz Magnolia'yla məşğul ol. Olmaz, Allah. Bir də çay içim. Bence de. Hayda. Ötür belki de. Nasıl belki mənə deyil, yox. Keyfim geldi. Baxın. Yo, yaxşı kıvam. Biraz daha Dəqiq. bərşəyə bilər, ha? Zordan qorxuram. Yo, biraz daha bərşəyə bilər. Salata başlayırıq. Salatı qutarıq şey. Sonra indi konuslar hazırlayıram. Konus formasında böyle çosap aparaq. Aha. Onun içine koyacağım. Kızartacağım onu çopkada. Salata onun içine O kadar kızartma sen Allah. Gel sizi tofkayla barıştıraq. Gel el-ele tutub barıştıraq. Çok pis yerleşdi bu. Hamısını eyni anda orada yanır. Çatdırmağına çatdıracaqsan, o heç. Yandı ama biraz. Onu vermərik də. O da tofkamlıqdır. Tofkama görə də oldu. Biri Deyirəm, yəni yanında soşardım. o dərəcəsini zaten heç vaxt evdəki məsələn o daha rahatdır mənə ki bilirsən. Of. Yanıb o. Yox, yanmayıb, dərisi şey olub. Özü yanıb belə, altı da ağappaqdır. Dərisi yanıb. Üstü boş şeydir, o qırmızıdır deyilərdi, onu götürərəm. Dərisini neyəcəm? Yazın gəldi ya. Nə olub səncə? Nə olur, deyənə. Mənim deyir ki, dedim də falan, mən deməliyəm, olsa bilirsən. Ki, göbələk var, salatın da içində. Deyir, yaxşı deyir, valla. Deyir, ona indi pendir show göstərəcəm. Özəlim. Makaron içində yeyəcəm də mən, o deyil ya. Deyir, pendirli salat hazırlayır. 3 pendirli salat. Sonra nə, ana yemək olaraq. Doğrudan yemiyorum bir ara. Sup olaraq pendir supu düşünür. Dedi, mən iyrənmirəm, axı elə dedi, valla. Dedi, bəs xoşlamıram, amma iyrənmirəm. Bunun içində göbələk qalır, göbələk öldü də. Göbələk öldüyə bax demə. Üzümə dur be göbələk. Bilə. Ağlayacam. Bilə eləyirsin. Görə, bu qız nələr eləyir. Vay, İndi birini üstünü qızardıb deyənə görə. Neyini? Sup. Göbələk sup maşəsi. Bəli. Bu boyda doğramalıyıq bunları. Onsuz blenderlə keçirəcəm. Nəyimiz hazırdır, nəyimiz hazır deyil. Lavaşlarım artıq hazırdır demək olar. Nə gözəl, nə gözəl. Biraz daha quruya bilər. Hə, qurumağa qoyacağam. Əyri-əyriliyinə baxmayın, qızardacam. Köşə su. Keçdi şaplova, düzdür? Aha. Həyatımda ilk dəfə eləyirəm ha bu arada. İlk dəfə şaplov eləyir. Yəni aşda süzmüşəm, amma heç vaxt belə qazmaqlı şey eləmədim. Qazmaqlı Qazmaqlı eləmədim. Heç nə vurmuram da. Bir dənə yağ sürtə. Hə? Şo. Yağ vuracam. Hə, onsuz da bunları yağlayacam hamısını, bilirəm. Anama zəng eləməyəcəm. Qaynanam qəşəng eləyir. Bunun deməli baxmışam, bunun sirri, bunu qəşəng yağlamaqdır. Bol. Elə deyirlər. Çünki Ay bilmirəm, yapışmasın. yarıdacam, yarımayacam. Yardansa nə açmır? İnşallah. Bismillah. Belə uc qalır göydə. Çünki sonra açılacaq. Hə. Orası dik olmalı. Hə. Nə bilim, dosta zəng getdi biraz. Dəyişimizin şərtləri var. Ümumiyyətlə heç kim mətbəxdə kömək eləməməli, heç bir iştirakçıya. Kəsəcəyəm, düz eləm, səhv eləm. Yəni gözədə qoysun. Uçların aşağı çox şey eləmədi. İçini yenə eləyəcəm də, bir qat da qoyacam yenə. Çünki açılanda məsələn Həmid sən də gəl, yığışarımdan aş pişirək. Yaxşı, güzel. Düzgün baxmıram buna, çünki öncədən şərtlərdə bildirilib ki, heç bir dəstək, kömək, qıraqdan da fərqi yoxdur, olmayacaq. Fikir verəcək ki, əsla kömək olmasın. Mən məsələn düşünməmişəm yanımda kimsə olsun, tək olacağam. Və Aytəndən də eyni şey gözləyirdim ki, tək olsun. Qıraqdan müdaxilə mənə görə normal deyil. Əsas da ki, o bir balı oradan qıracağam ki, yəni ona dəstək kömək olunub, bu olmamalı idi. Nə çatdıracaqdısa da, yəni bişirib qabağımızı qoyacaqdı, biz də dadına baxacaqdıq. Ekstra kömək məncə düzgün deyil. Aytən çox iddialı idi. Hədsiz çox iddialı idi və mən bilirdim ki, o belə olacaq. Yəni kömək əgər varsa,
Mən bildirmişdim öncədən ki, əgər kömək olacaqsa, digər şəxs fərqi yoxdur, kim olur olsun, mən oradan 5 bal 5 bal çıxacam. Verilişin məqsədi özümüzün nələr ərsəyə gətirə biləcəyimizi göstərməliyik. Əgər bir kömək olacaqsa, onda bu verilişin nə önəmi qaldı ay Aytən? Onda hanı bu iddialı Aytən? Hamımız buradayıq maşallah. Alisa da gəlsəydi bir işin qurğuna yaxşılardı. Hamımız buradayıq. Qrupda olan iştirakçılar nə deyir? Aha. Deyirlər ki, biz deməmişdik ki, get aş elə, nə bilim, ləvənci elə. Olsun. Yəni sənə deməmişdik. Özü deyir acındırma orada ki, mənki çətindir. Gedib orada kaşka qızardıb qabağıma qoysalar, mən də az bal Yəni verərəm. agitasyon eləmə də deyir ki, yəni Agitasyon eləmirəm, yox. yəni bu Dadına sən baxarlar. seçmisən. Aşıma güvənirəm. Gözəl olacaq. Vaxtla yarışıram. Bu dəqiqə yağla yarışırsan. Yağla da əlləşirəm. Vaxtla yarışmırsan. Ay dədə, bir dənə bu yağ nə oldu? Nə istəyirlər səndən bu Nigar? Nə bilmiyim. Cidden əməlli gəlirlər ha onlar, əməlli gəlirlər. Az qalıb. Bu qutarsın. 2 ay onlarla bir yerdə. Həqiqətən kamera arxasında adam dayanıb demək asandır. Mən hələ evdə yemək eləyən adam, əlim ayağıma dolaşdı. Yəni ilk 1 saatı mən çox şey itirdim də. Özüm də fərqindəyəm. Daha tez eləyə bilərdim. Nə bilim, çox həyəcanlandım da belə. Bilmədim nədən başlayım. İndi mən düşünə bilmirəm ki, bu Nigar neyəcək? Bayaq Nigar neyəcək? Nigar normalda belə əl ayağına dolaşır da, yəni. Düz yolda yeriyə bilmir. Bəli, onu istəyirdim deyəsən ki, düz yolda yeriyə bilməyən adam nətər yemək pişirəcək? Nigar nətər eləyəcək, mənə o maraqlıdır. Mənə də maraqlıdır Nigar bunu eşidəndə nə Çox istəyərdim Nigarı belə səhnə arxası görüb. Birinci deməli, piçenyanı tam arasına blenderləmişəm. İndi bunun altına dolduracağım qat-qat. Sonra ondan, sonra yenə. Əllərim əsdi. Nətər çatdırdım. Deməli, bu əslində menüdə yoxdur, amma mən sunumluq kimi süfrəni istəyirəm qəşəng görünsün. Ona görə də hazırlamışam. Süfrəm zəngin olsun. Bunlar yumuşdu. Hamısı yolub, hamısı. Özü pendirə mən əl vururamsa, bu sensasiyadır da, yəni. Almayacaq bıçağı neynə də? Ən uzaq harda bağ ala bilərəm deyib gəlib buranı alıb da yəni. Sən belə idi, ay Allah. Taksilə gəlib belə bax. Son 6 dəqiqə Aytən. 6 dəqiqəmiz qalıb. Tutarmışam. Bir dənə toyuğumuzu da bura. Şaplovumuz burada, supumuz burada, magnoliyalarımız soyuducuda, grillimiz, üzr istəyirəm, ləvəncimiz Çək. burada. Mən bir dənə kömək eləyində heç olmasa bunu biri tutsun. O belə Bəli, tutasın. kömək edirəm, əlbəttə. Hazırdır, geyindim, gəldim və qonaqlarımı qarşılamağa hazıram. Duzu olmayanda deməsinlər, duzu yoxdur. Son 1 dəqiqə. 56-55 54-53 Tup elə daha keçibdi. 52-51 26-25-24 18 17 16 15 Wow! Bəsdir də. Möhtəşəm! Nə eləyə bilmirəm. Stop! Stop Aytən xanım. Da indən sonra heç nəyə toxunmursunuz. Sadəcə əyləşirsiniz, qonaqlarınızı gözləyirsiniz. Heç nəyə toxunmursunuz. Dur baxım uzaqdan elə. Uzaqdan baxa bilərsiniz. Nə qədər? Bir orada həyətdə ot var, o nədir? Həyətini planlayırdıq biz. Qapını döydə. Salam. Hoş gəlmişsin. Nə gözəlsin. Salam.
Ay oğlum be. Canım. Hoş gelmişsin. Sen de birinci dəfədir gəlirsən dizməyə. Buyur. Bəli. Qardaşı, burada deyəsən aparıcına mən olmalıyam. Qalan harda istəyirsiniz orada. Həyatımda ilk dəfə dekor eləmişəm qızlar. Xoş gəlmisiniz hər biriniz. Bu evdə olmayanlar da var, onları da xoş gördük. Təşəkkür edirəm. İnanıram ki, bəyənəcəksiniz. Yəni belə deyək, son anda belə dekor eləmişəm son anda. Burada nə varsa hamısını özüm eləmişəm. Bir dənə makaronlardan başqa indidən deyim, çünki ədalətsiz olmasın, hamı da şahiddir. Bütün bu tabaqlar tutmuş, hər şeyi dekora kimi özüm eləmişəm. Yeməkləri indi gətirəcəm, dadına baxacaqsınız. Neyinlə çox qorxuram. Nə belə? Yanaşaq. İlk öncədən onu vurğulayım ki, biz Aytənlə, nəinki Aytənlə, bu komandada olan hər kəslə çox yaxın ola bilərik və çox yaxınıq da. Amma bu birə yoldaşlıq, dostluq söz ola bilməz. Haqq, ədalət, öz Düzgün rəqabət. Eynən, düzgün rəqabətlə doğru qiymətləndirməmizi verəcəyik. Mən süfrəni çox bəyəndim. Sadəcə biraz bu güllər biraz basırıq olub, belə səliqəsiz görsənir, amma belə ümumi baxanda bəyəndim. Ümumi qəşəngdir. Xoşuma gəldi, rənglər falan göz oxşuyur. Tabaq. Bu tabaqlar falan da çox əladır. Nigar səncə? Bir dekorator olaraq bəyəndim, çox gözəldir. Amma bayaqlarda sizə qeyd eləmək istəyirdim ki, yaşıllıqlar çoxdur, həm də çox basırıq Fikir bildirə bilərəm nəsə. Amma rəng uyumları isə çox yaxşıdır. Çox sevindim səndən bunu eşitməyə, amma bir şey nəzərə alın ki, mənim qətiyyən belə də estetik olaraq əl qabiliyyətim yoxdur, bunu bilirsiniz. Nəsə mən o pendir tabağını necə düzəltmişəm. Bunu necə düzəltmişəm, bunu necə sunmuşamsa o bir. Məncə mən pendir sevməyən Onunla insansan belə necə çox pendir? Və bu pendiri mən sevməyən adam təsəvvürə gətirdi. Son anda onu necə düzmüşəmsə mən də bilmirəm də, yəni nə fərq oldu. Üzə dadlı gəlirdi mənə. İstəmirəm, amma Denə. deyim. Qoy deyim. Düzdür, insanlıq adı. Bursa inşallah ki, hijyenə önəm vermişik. Məndən düşə bilməz. Bax, o 100% ki, Rəsuldan falan var. Məncə bu uzunluğunda saçı. Bu uzunluqda mənim saçım var. Mənim var nə sarı saçım. Yəni hijyenə inşallah ki, önəm vermişikdir. Yəni mən sən təmiz olduğumu bilirəm, təmiz. Mən qoyanda yox idi, yəni oradan da. Burada sonra o qədər olaylar Ola olur bilər, ki. yəqin dekorasiya, yəni. Yəni mən çünki saçım bağlı vəziyyət. Mən saçım bağlı vəziyyət. Abart. Ya doğrudan mən saçım bağlı vəziyyətdə. Rəsul da yəni aparıcı Sarı da deyil, bilir. biraz sən saçın nə qədər Saçım bağlı vəziyyətdə. O qədər saçlı saçım yoxdur. Çolpan belə uzun. Peki təzə tüklər nədə düşür? Hə. Saçım Kim bağlı axtardı Nigar o vəziyyətdə. yerdən? Yer. Çox Məncə Rəsul belə saçıyor. Rəsul olmasın, başqa burada arxa kadrda çox adam var da, yəni ola bilər. Diqqət yəni. eləməli idi. Hə, onu Amma görürəm. nəysə. Yəni indi gördüm, heç mən bilmirdim, nəysə ola bilər. Amma bütün saçım bağlı vəziyyətdə yeməkləri hazırlamışam, əlcəkdən istifadə etmişəm bu arada. Belə maksimum indi videolarda falan onsuz görəcəksiniz. Yəni bunu da Rəsul da deyə bilər. Dekorasiya ilə bağlı nəsə deyən yoxdursa, keçək çorbalara. Bəli, buyurun. Görüntü üçün limonun içindəki dənələri çıxartsaydım daha yaxşı. Mən belə o qədər deyiləm. Mən belə o qədər Dekor deyiləm. şirkətində Vallahi limon mən də dənələri belə çatmıram. estetik görünür yəni. Tükdən sonra Nəzərdə də olsa çəkin. Mən təklif edirəm ki, yeməyə başlayaq. Məncə də. Çünki çox Çorbaları gətirək, supları. zəhmət olur. Suplarla başlayaq. Sizə gəldi, narahat olma. Ay bunlar Necə səncə abu-hava? Çox pis. Çox pis öyrədiriblər. Bir-birlərinə elə bir çox belə azıq verirlər. Belə baxışlar, nə bilim, mən dostlarımı tanıya bilmədim. Bu qədər zəif. Səncə dekoru falan bəyəndilər, süfrəni bəyəndilər? Məncə bəyəniblər. Hətta şaşırıblar ki, mən bunu eləmişəm, bilmirəm. Məncə elədi. Sadəcə məncə puan qırmaq üçün bilmirlər nə etsinlər ona görə. İnşallah yeməklərin dadlı çıxmışdır. İnşallah. Tük necə olub ora tüşü? Onu mən də bilmirəm valla. Mən başı bağlı Kimsə- üzərinə qurmuşam. Səncə kimsə ata bilər Ən o tüşü ora? axırda bir dənə şamları yandanda o da. Tam səmimi o da kimsə ola ata bilər. İnanmıram, mən bu gözləyirəm. Özü qısaydı, Nigarın saçında ola bilər. Nigarın çolkası var. Neyse başlayaq, supdan başlayaq. Gecikdirməyək. Çörək qoymuşam da.
Şokdayım. Ne olur? Sizdə kuxunuda nə var? Mümkün deyil. Bu dəqiqə Rəsulundan özü çəkiliş var. Nə var orada görmürəm. Allah haqqı yox, dəlisən. Xamin Rəsul sən də düşmədin sən Allah. Mənim yanımda. Bir dənə gəbər. Məncə göyərtinin üstündə olub. Ola bilməz. Göyərti də qoymuşam, çəkiliş olunub özdə. Kameralar var. Yaxşı, bir dəyişin. Mənim artıq iştahım qaçdı. Hə, yemə. Onu görürəm mən. Yemə. Göyərtinin yanında. Hə, gördüm. Bəlkə göyərtini saplağı. Yox, sən ya göy getmirsən burada. Yox deyən, onlar mən götürüm görürəm. Bəs sən mənə yaxın durmadın. Mənim saçımdan tökülə bilməz. Allah qıvırcıq balaca bir şeydir. Bu boyda saçım yoxdur, axı harda ola bilər? Göyərtini də özüm yumuşam. Bildim ya, amma bu bizim günahımız deyil. Nəysə. Sədəsini töküm gətireyim. Göyərti qoymayım. Dadına baxın. Dan gətirdim. 12-nin dədi. Bəyəndim Tüklü yerim. supum. Yaxşıdır. Mən çox duz yeyəm deyə. Duzu yaxşıdır. Yaxşıdır, ona görə yarım saat. Sadəcə mən çox duz yeyirəm. Yəni bu Necə də aytəndən bir. Mən Mən də razıyam. zəhmət olsa duz Səncə? yeyə bilərsən. Mən duz çox yeyirəm, mənim üçün zaten azdır. Hə. Mən duzlu sevməyən insanam. Amma mənə görə azdır. Yəni mən çox duz əlavə eləmirəm. Amma doğrudan dadı qəşəngdir. Dadı Keşke qəşəngdir. o məsələ olmasaydı qəşəngdir. Amma türk çıxmağı fiyasko, biabırçılıq. Çox biabırçılıq. Duzu ver, duz yetmir. Mən bildirmişdim ki, göbələyi sevmirəm. Göbələ aid heç bir şey sevmirəm. Amma bu supu bəyəndim. Çox dadlıdır. Düzdür, duzu az idi, amma eybi yox. Mən onsuz da duz çox sevənəm. Belə, bəyəndim. Bilən suallardan ötürü ki, mənim bunu yeməyəcək. Ya da ki, çox acam, bilmirəm. Birinci talihsizliyi çıxmaq şərti ilə kıvamı çox qəşəngdir. Çünki göbələk supun kıvamını almaq çətin olur. Dadı da gözəldir, bəyəndim. Keşke ama iştahla yeyə bilsəydim. Nigar fikirlərin. Nigar fikirləri de. Fikirləri de çox. Fikirlərim. Aha. Baxmadan danışa bilərəm, baxsam çox bəyəndim deyəcəm. Abartma ayda. Yaxşı, sakit ol. Yorğun da. Tamam, üstünə çox getməyək. Mən tük olmağından başqa dadı çox yaxşıdır, çox əladır. Çox bəyəndim oradan. Çox ləzzətlidir. Bir də insansan da olur da yox tükdür də. Çıxartdıq yedik. Təzəsini gətirdim. Getdi təzəsini gətirdi amma. Mən olayların içindəyim, görürəm. Təzəsini gətirdi, amma yəni yedik də. Belə çəkim, dadına baxım qoyum. Prosta ki şeydir. Elə idi ki uzun idi da, yəni belə çəkdim yayıldı. Deyiləsi deyil. Deyilməyəsi deyil. Eyni şəkildə Mehinə mən də qoşuluram. Mən göbələyin hər növünü əsl sevirəm. Bir supdan başqa heç vaxt yemirəm heç yerdə. Çox elə bəyənən bir deyim. Dadına baxmaq üçün əslində dedim yeyim, amma çox xoşuma gəldi. Əllərinizə sağlıq. Yaxşıdır, əladır dadı. Kıvamı əvvəlcə demişkən yerindədir. Duzu az idi azca, onu da əlavə eləmək olar. Qoymuşam. Ümumi çox dadlıdır. Hə, çox bəyəndim. Nə bilim, olayın olmağı, mən bu qədər yaşda. Su bəyəndilər əsas. Bilirəm bəyəndilər, prosta kaş olmazdı da, yəni bu qədər bağlı eləmişəm, əcəl eləmişəm, hardan nə tər, bilmirəm. Nəsə, əsas odur bəyənilir. 2 dənə şey təqdim eləmişik, ikisi də bəyənilib, düzdür? Yəni, yaxşı yanından baxaq. Salatı təqdim eləyək, yapaq. Salatlarımız belə verildi, yoxsa elə? Onu verəcəm, prosta bunu da yanına qoyacam. Hamısında özü başım bağlı olur. O son anda nəsə olanda bəlkə kimsə. O göbələkləri yığmalıydım.
Deməli bu qoz salatıdır. Bunu amma sunumu özüm belə eləmişəm. Yəni belə qaydada deyil, sadəcə belədir. Ayrıca da qoymuşam. Bunları indi bir belə konuslar hazırlamışam. Sobada hamısını özüm bişirmişəm. Sobada konuslar hazırlamışam. Adi lavaş deyil. Yəni bunun sunumu olar. Menyu haqqında fikirlərimi bildirəndə demişdim ki, əslində bu da qozdur, yeməkdə ləvəngi çox olacaq, amma mən başqa salat gözləyirdim. Mən də belə. Hə, başqa belə rulet kimi Qoz oraya daha çox qoz olan bir şey salatı. gözləyirdim. Amma bu gözəldir, bəyəndim. Sunumu əziyyət çəkmirsən, nə gərək vardı, amma onun yemək olmur onsuz da, amma belə salat ümumilikdə çox dadlıdır. Yox, düşünmüsən, əziyyət çəkmirsən, bəyəndim. Kim əvvəldən nə isə öyünür, həmişə axşam deyir o gəldi, ən son bir dənə ləvəngidən narahatam. İçib içməyibsən. Yox, bişməyi bişib dayıcı. Bir saatdan da çox qaldı. Posu görüntüsünə söz deyəcəklər. 100% ki, ay qızarıb, ay yanır. Amma dad olaraq bəyənirlər. İnşallah. Allah qoysun. Rahatlaşdın biraz. Sən yəni bayaq Aslında çox yeməyimin dadını bəyəndilər. Bayaq çox pis oldum. Çünki niyə başıma elə bir şey gəldi bu qədər üstündə əsə-əsə. Yəni nətər olduğunu bilmədim, amma ona görə pis oldum. Stres Evdə getdi. olmuşdum, hə biraz gözümdən yaş gəldi. getdik. Necə olub yandırdın sən bunu? Yandırmamışam, dadına bax sonra görürsən. Ləvəngi Görüntü olaraq yandırmışsan. dərisi yoxa çıxar Hə, hal-hazırda. ola bilər, düz deyirsiz. Çünki sobam yenidir. Bildilər də, yəni hamı gördü ki, dərəcəsini tutuzdura bilmirdim. 2 gün qoymuşam. Biraz ola bilər üstü yağ, amma dadına bax. Zaqarmı? Zaqaram. Yay gəlir. Səsə baxın. Belə də çox xırtıldamadı. Görüntü gözəldir. Görürsən. Dadı görək. Sizə olarmı Nixan? Mənə bir qaşıq tək aytan zəhmət olmasa, çünki aşıyan deyiləm, belə qazmağından qoy pisi. Əsas dadına baxın. Az çox bəyənmədim. Nəyə görə? Ümumiyyətlə dadsızdır. Həqiqətən çox, yəni duzumu yoxdur, bilmirəm. Nəsə amma bir səncə Ya, aşın dadsız o. necə başlayaq? Tökmüşəm əslində. Su kimi gədə adı verilir. Çox yapışıb düyülər bir-birinə bax. Xeyr, o elə Qazmağın olur. üstündə Qazmağın olur, üstündə yox. elə olur. Sən də bişirərsən, baxarıq. Aşkım biz yemişik də şaplov, bu qədər düyü olmur. Mən aşpaz deyiləm də, amma Qazmağı yəni. çox Bildim, hə. Və şitdir. çox şitdir. Yəni su tamı verir. Bir Aşırı belə süd ismi gəlir. Hələ dadlı gəlmir. Nə olar? Daşlı süd ola bilər. Daş Dadlı deyil də, xarabdır. həyatım, dadlı deyil. Ha, dadlı deyil, nənə dadlı deyil. Daş süd yoxdur. Fikirlərini bildirməyim. Dadı deyil, çəkin qırağın yanına. Deyirəm ki, isi dadında gəlir. problem Demirəm deyirəm. dadı gəlir. Sanki belə Duz süd heç yoxdur elə iyisiymiş kimi bir şey iyi gəlir, yəni onu deyirəm. Yəni pis iyi deyil, sadəcə süd iyisi gəlib buruna. Yox, iyi zad mən Düyü idi də, düyü idi. Ola bilər düyünü iyisidir, sadəcə o Pişirməmişsən iyisi evdə eləyirəm. bilmirsən ona görə. Pişirməmişəm, aşpazlardan yemişəm də belə iyi gəlmir də yəni. Pişirsəydin bilərdin. Pişirməklə deyil, minden yandan yerdə yemişik. Aş ümumiyyətcə mən sevən biri deyiləm. Yəni çox da belə başım çıxmır ki, aş necə olur, amma özümün bildiyi qədərilə aş dən olmalıdır. Yəni dən tutulmalıdır, amma burada aş çox yapışıqdır. Dadı mənim üçün eynidir digər aşlarla. Siz aş sevirsiniz deyə. Yaşayan adamım, ona görə deyirəm. Eynən. Mən aş sevmirəm deyə, çox aş yemirəm deyə çox da bir fikir bildirə bilməyəcəm. Sadəcə belə düyülərin dən olmadığını hə, ötürüb. Yəni Məssinin gözlədiyi şah plov dadıdır. Şah plov dadı da deyil. Bu daha çox restoranlarda kabab zakaz verirsən, qarnir düyü gəlir. Eynən, hə. Olar bilmirəm. Və duzsuzdur çox. Qarnir düyü dadındadır. Qarnı düyü eləmişəm, prosta qazmaq. Adını şah plov qoymuşam amma. Məncə dəm almayıb bu aş. Dəm almayıb. Bəyəndim amma məsələn acılıq var bir ancı. Əslində biz bunu belə deyim, bunu verilişə görə qırmızı soğanla eləmişəm. Çünki əsl Lənkəranlılar bunu qırmızı soğanla edir. Amma biz evdə mənim anam özüm həmişə bizdə həmail deyib də həmişə bildiyimiz adi soğanla eləmişik. Onda acılıq az olur. Qırmızı soğan acılığını tutuzdurmaq olmur biraz. Amma nə qədər tökmüşəm. Var idi, yadına baxırdım. Çox az ola bilər, hə. Görüntü olaraq çox gözəl idi. Üstün qazmağın rəngi. Sadəcə olaraq şahplov başqa. Mən bilən şahplovun içində ət olur və çox yağlı olur. bilər adını şeylə. Adını Şabalı. Mən bunu qara Beklentimizi yüksəltmisən, amma belə Yox, yazmışam. bu arada mən duzlu çox yeməyi sevirəm. Hə duzsuzdur, düzdür, amma duz əlavə eləmək olar. Amma
Ləvəngi ilə bir yerdə yanında qarnir kimi gözəldir. Mən bəyəndim. Tamamsızdır. Əsas tema burada ləvəngi ilə toyuqdur. Yanına prosta aşağı. Prosta istədim sunumu belə bir şey olsun. Siz daha çox kərə yağı ola bilərdi bu. Kərə yağı ola Yağım bilərdi. azdır. Yağ Bu qədər azdır. tökdüməyə özü. Diyeti Bunlar mən da sənə. çəkib özü. Nə qədər tökdüməyə özü. Yox, dəymir. Yəni mən də bu şeylər gözləyir. Yəni bunları nəzərə alıram. Buna demir, amma sənə deyəcəm. Bu dəysin də, yəni mən bu deməliyəm də, neyim? Ya daha dadlı Aş ola bilərdi. ləvəngidə yemişəm. Yəni mənə yəni demirəm bərbaddır, amma daha dadlısını yemişəm və ləvənginin soğanı Diridir. çox diridir. Yəni ancaq soğan yeyirəm. Qırmızı soğanlı. Xırt-xırt eləyir belə. Əslində xırt-xırt eləməlidir. Əslində xırt-xırt eləməlidir. Ən əslində bir Lənkəranlı olaraq deyirəm. Buradan baxanlar da görəcək. O xırt-xırt eləməlidir. Palçıq kimi olmalı deyil. Soğanın o acılığı Acılığı səndə. gəlir. Ümumiyyət acıdır. Ümumiyyət acıdır. Qalır o. Normalde mən turşu Sən də sevirəm. Hə, turşulu deyil. Nə turşulu deyil, nə şirin. Ümumiyyətlə ləvəngi iki cür olur da, ya turş olur ya da şirin olur. Bu nə şirin deyil, nə turş deyil, acıdır. Acı. Sevən biri olaraq və çox yerdə aş yeyən biri olaraq, yəni heç o dadı almadım. Bayaq da bildirdim ki, belə südlü aş dadı kimi gəlir mənə, duzsuz və yağsızdır. Ləvəngin içində soğanlar məni narahat elədi. Yəni çox çiğ idi. Toyuq stabil, yəni standart grill necə yeyirik, eyni dadı verir. Üstünün görünüşünə baxsaq, yəni dad, yanıq dadı gəlmir, nə də iyisi gəlmir. Onu yalan deyə bilmərəm, amma aşla ləvəngi məndə 0. Mən də heç birini bəyənmədim. Çünki Şahbulov biz adı ilə gəlmişdik. Yəni gözlədiyimiz Şahbulov idi deyə. Yəni, Hətta yazılan da dedim ki, içində Şahbulov. ət olacaq. Sonra başa düşdüm ki, bunu qarnir kimi eləyib. Amma kaşke Şahbulov yox, elə qarnir kimi. Mən əvvəldən demişdim şey, ona. Biz düyü burada veriliş başlarında demişdim ki, təkcə düyü eləyəcək. Amma Şahbulov Şahbulovun bu temasına görə, ya adi qarnir ağ düyüdür də, onu süzüb gətirə bilərdim o demək. Başa düşdüm. Mən ümumiyyətlə miksində Ona sevmədim, görə açıq yəni. nə yalan deyim. Məncə bu elə özü yetərlidir də zaten. Bu Yəni, o miksini Lənkəranda tək bəyənmədim çox yeyilmir. da. Ümumiyyətlə elə bir şey yoxdur. Onun yanında mütləq aş olmalıdır. Mən hələ yəni neçə ildir mən 32 yaşım var, hələ Lənkəranlı. heç görməmişəm ki, boş bir dənə məsələn ləvəngi ilə toyuğu gətirərlər. Ləvəngimin də düz deyirsiniz, haqq Ləvəngi verirəm. çox soğanları Çünki şeydir, verilişə acıdır. baxanlar da görəcək ki, mən soğanla çox əlləşdim. 1 saat mənim vaxtım aldı. Soğanım Olar yaxşı mı? deyildi yəqin ki. Mən fikir bildirə bilərəm. Yox, fikirləmədim. Hamısına fikir alacaqlar. Hamısını alsınlar, sonra sən axırda tartışdın. Dedim ki, bəyənmədim. Yaxşıdır. Belə dedim də. Bunu artıq nə Nə Ya deyirsən yəni dayı? fikirlər bildirmədim, axı içəriyə danışmadım, bir şeylər demədim. Yəni toyuq soçun olmalıdır. Toyuğun nə turşuluğu var, nə toyuğun turşuluğu var, nə ləvəngin turşuluğu var, heç nəyə, nə heç bir şey yoxdur da. Tamam, hə, normal el belə kimsə qoysa yeyərəm. Ac olsam yeyərəm. Amma Budur hamısını yeyib. o deyil. Buddur da, yəni bu nə qədər tabakadır da, grilldir elə bil. Yeyə bilərəm də. Amma yəni toyuq ləvəngi deyil, başa düşdün necə? Hə, tabaka kimi, grill kimi yedim də, acamda normal deyil. Bu bişib. Yox, Hə, var da. əvvəl Mənə elə gəl. Aşıb gəl burada düşün, boş-boşuna. Mən 2 gündür nəysə gələndə görərsən. Mən Mən 2 sobada aş gündür pişirməmişəm. bütün gün yeməklər bişirəm. Hansını yaxşı pişirə bilərəm. Eləməlidir. Nə üçün müddət bilirsən ki, Bir dənə o hazırlaşırıq. konusları eləmişdim, onu bilirdim. Belə. Konusun qəşəngi də Allah Konusunu Allah. bir dəfə proba elədim. Mən axıra Ona qədər təkcə yedim sual onu. versəm onda onu O deyərəm. da saldım, çıxartdın idi, amma bunları pişirməmişdim. O ayarlaya bilməmişdim. Mən də onu deyirəm ki, Aş görüntü olaraq asan bişən bir şey olsa da elə deyirlər də, amma çox o çətin. tuzdurmaq hər adam Çox bacarır. Mən Neynə? məsələn eləyə bilmərəm. Cəhd eləmişəm əsasən. Hə, mən eləyə Hə, Bu bilmərəm. boyda ağrı menyunu eləmişəmsə, məncə bu qədər saat ərzində böyle şey. Amma sən də heç İnanmıram kim ki, deməyib də, mən yəni ki, bu sən həftə bu ağır ağrı menü. Amma məncə ağır Bilirəm menü deməyiblər, mövzusu amma mən inanmıram kimsə çatdırsın. Məncə Çünki mən mən o müddəti bir gördüm, həqiqətən o müddəti gördüm, o həyəcanı gördüm. Sizdən gələn hamı da görəcəklər, mən də görəcəm. Yox, hayır, Mənim mən birinciyəm. təcrübəm çox Mən çox da birinciyəm deyil. deyil, mən sənin sənin deyirəm məncə ki, daha azdır. yəni belə olacaq da, yəni hamıda onu Hə, demək mən istəyirəm. çox Yəni da asan bilərəm, deyil, onu da həqiqətən fikirləşirəm, asan amma deyil. asan da ola biləcəyini Mən sən- düşündüyün yeməkləri seçməliydin. Mən Məncə də yəni. təmizə çıxartmaq üçün yenə seçmirəm, yəni ay belə. Yəni sənin çətin yemək Deyirəm, yəni çox O yəni mənim problemim deyil. Yəni də sən sən seçməlisən ki, seçmirsən. həm çatdırasan, okey, mən də yenə deyirəm, birinci çatdıra bilərəm. olduğum Mən üçün belə iddialı bildirdim də. iddialı Və indi mən sizə dedim, sizə çox rahat olacaq. Mən düşünürəm ki, mən yarışmacı olsam, çalışaram ki, həm bacardığım, həm də vaxtımın yetəcəyi. Əmin Yəni, olduğum bir az olsun, bir ortaya nəsə çıxar. Yəni azından Azın dadlı ola bilər. dadlı olardı. Misal üçün mən elə Çox kartuşka da uzadıram deyirlər ki. ki, bayılardı kartuşkaya. Kartuşka da aradan Toplu yeməklər o qədər var ki, şeydir. Onda da deyəcəksiniz ki, nəyə hazırlaşmısan? Kartof bişirəcəksən.
Yəni nəysə. Ya düzdür yəni. Yox, Dadlı olma ehtimalı da amma var deyirəm, amma. çətin yeməklər seçmişəm, ağır yeməklər seçmişəm. Yəni ona sığınmasına görə deyirəm. Hə də onu Hə, vaxtını çox apardı, çox təşvişə düşmüş oldu. Bəli. Ləvəngi isə mən ləvəngini çox sevirəm. Ümumiyyətcə turşulu olan hər bir şeyi çox sevirəm. Amma ləvəngidə acılıq dəhşət çox idi və soğan ağzımda belə xırt-xırt eləyirdi. Çox acı idi. Nə turşuluğu yox idi, nə dadı yox idi. Toyuq isə çox dadsız idi. Ümumiyyətcə nə aşı, nə ləvəngini bəyənmədim. Mən düşünürəm ki, o qədər də dadsız deyildi. Hə, wow dadlı deyildi. Məncə düyünün yağı ilə bağlı bir şeydir. Yağ azdı. Amma mən bəyəndim. Ləvənginin soğan hissəsi, yəni bilmirəm, qırmızı soğan idi. Mən o qədər rahatsız eləmədi, yəni onu da xoşuma gəldi. Dediyim kimi, o qədər yüksək deyildi. Bəlkə də Lənkəranın zonasına olduğu üçün daha möhtəşəm leveli qaldırmışdıq. Hə, bir tık normal, Nigar düz dedi. Yemək üçün normal idi. Yəni çox dadsız olsa, məsələn, mən yarımçıq yeyərdim. Mən özümü zorlamıram heç vaxt. Yəni amma o dərəcədə də deyildi də. Yəni orta. Nə nə çox pis. Elə deyim. Məni rahatsız eləmir. Qırmızı çox acı olur və qırmızı sulu olmur heç vaxt. Ya toyuqdan Ağ soğan daha belə sulanır, daha ləzzətli olur. Yəni burada sənə demir ki, yəni aprozat demək istəyir ki, yəni niyə bu qədər abartırsınız da, yəni bunu bu qədər də o qədər şey deyil də, yəni bərbad deyil. Yəni ağızda olmalıdır. Ona xoş gələn şey bizə bizim ağzımızda. Ola bilər ki, sənə acı gəlmir, amma ona çox acı gəlmiş olur da. Sifrəni toplayaq, keçək çay şirniyyata. Sunumunu, nə bilim, dadını, sən belə getməyim, çay var deyə qoy. Mehin gülürsə pisdir deməli. Elə bilirəm. Bəyəndim. Mən bəyəndim. Bəyəndim. Dəqiq. Bəyəndim, bəli. Biraz ye də. Özümə də belə maraq oldu. Oy, bəyənim də. İnana bilmirəm, bəyəndim. Belə sakit ol. Mən aşırı bəyənmədim. Bilirəm, prosta ki, yenə də bilirəm ki. Mən bəyəndim. Bir dənə bu üstündəki bu şey var, yəni. Cici bəbə. Çox olub. Всё. Sunumu çox gözəl idi, qabı da çox bəyəndim və əvvəl də qeyd etmişdim ki, Rəsul bəyə sadə olmasa və çiyələkli olsa məndən 1 puan ekstra qazanacaq. Çünki mən çiyələkli çox sevirəm və dəfələrlə demək olar ki, hər gün yediyim üçün bu şirniyyatı demək olar ki, onlarla müqayisədə də dadı gözəldir. Bəyəndim. İndi mədəm oturdu. Dadı əladır, sadəcə ağırdır. Məsələn, bizim həmişə o yediyimiz yerdə daha yüngüldür. Məsələn, 3 çeşid qoyurlar, hamısını yeyə bilirik axı tez-tezdə. Elə bil ki, ağırdır deyə, mən yeyə bilmirəm. Yəni, şey oldum da, doydum. Amma dadı qəşəngdir, sadəcə biraz ağırdır. Mehinin əksinə mən bu üstündəki cici bəbə olayını daha çox bəyəndim. Deməli, maqnoliyanın üzünü çox bəyəndim. Kıvamını falan, dadı çox dadlıdır. Hətta hər zaman yediyimiz yerdəkindən daha dadlıdır. Amma onu çox bəyəndim. Peçenyası mənə görə çoxdur. Yəni mən bayaqdan belə axtarıram ki, bu maqnoliyanın özünü tapmayım. Daha az, daha biraz çox ola bilərdi maqnoliya, amma peçenyası az ola bilərdi. Amma ümumi maqnoliyanın dadını biz restoranda yemişik, ancaq peçenyanın üstünə eləyir də. az eləyirlər də. İçinə qarışdırırlar. Mən biraz olayla eləmişəm deyə ona görə. Belə ümumi dadını çox bəyəndim. Maqnoliyanı çox bəyəndim. Bir şey bəyəndim. Mən 2 şey bəyənmişəm, xahiş edirəm. Göbələk supu da bəyənmişəm. Göbələk supunda da nəsə. Saladı da bəyənmişəm. Yox. Bunda belə nəsə düzün amması var idi. Amma bunun Amma varsa var. peçenyası çoxdur, belə ümumi çox bəyəndim. Əllərinə sağlıq. Mən bəyəndim, sunumunu da bəyəndim, dadı da qəşəngdir, cici bəbəsi çoxdur, o heç. Bir dənə bir əmması var, bilməm, bəlkə də səhv hiss edirəm, amma dadlıdır dad olmağını. Amma biraz elə bil çox akışqanmıdır, yoxsa Biraz çox bəlkə deməksən, donub bəlkə ola bilər. Yox, bilmirəm, o tamı Çox ifadə sulu edə bilmirəm. deyilsə donub. Dadında bilmirəm, sulu kimi olması mı, akışqanlı yumşaqdır, var, amma daha yumşaqdır. yumşaq. Daha misal üçün biz həmişə yediyimiz yerdə biraz belə qaymağın dadı daha çox mu hiss edirəm, nəsə bir şeymi hiss edirəm, burada az hiss elədim. Amma ümumi belə sunumu falan gözəldir, yəni dadlıdır. Bu ev yapımı olduğu üçün ekstra bəyəndim yəqin ki, ona görə çox bəyənmişəm.
Bir də mənim üçün şirniyyatın yanında olmazsa olmaz. Çayın dadı mütləqdir. Çay da çox dadlı idi. Ona görə bir stəkan daha istəyirəm. Eviyə çay süzüm xahiş edirəm. Magnolia haqqında belə deyim. Mən restoranda işləyəndə belə magnolia hazırlamışam, amma deyirsiniz biz restoranda yeyirik, demək olar hər gün yeyirik Əfruzə xanım. Restoranda yediyiniz magnoliyalar tozdandır. Yəni magnolia tozu var ki, şanti necə tozlu, magnolia tozu var ki, magnolia tozuna krem qatırlar, onu magnolia halına salırlar. Bunu hər detalını öz eləyib, yəni yağını, içinin kreminin ayrıca eləyib. Bu biraz sıyıq kimidir. Bu biraz sıyıq kimidir, yəni biraz boşalıb deyək. Bu da yəni bunu nəzərinizə çatdırın ki, xanım başdan ayağa özü hazırlayıb və dinlənməyə qoymayıb bunu. Yəni siz gələndə yəni hazırlayıb qoyub xaladenikə sizə servis edib. Amma restoranda bu belə olmur. Bu hazırlanır, neçə saatlar qalır xaladenikdə, ondan sonra servis olunur. Yəni özünü tutmamağına görə biraz şirinlik payı çoxdur. O da cizil bəbənin verdiyi şirinlik və özünün verdiyi şirinlik. Bunu başqa cizil bəbə deyil də başqa beçeni ilə eləsəydik, bu qədər mənə şirinlik gəlməzdi. Mən bugündən xatirə belə kiçik luminosadan belə kutular hazırlamışıq. Ay, təşəkkür İstifadə eləsəz, eləməsəz, yəni yenə də. Nədir bu? Ay, sən çox üzr istəyirəm. Sən buraya. Məncə tikdirdiyi paltardan ekstra parça qalıb, onu götürüb gəlmək. Belə də başı bıra taxmağa. Eyni Parça qalsa. Canım. Belə bir şey bağlamırsan. Yox, Pəncərədə də baxmağa bildim. Hə, əla. Gözəl, təşəkkürlər. Çox sağ ol. Bu eyni parçadır. Biz də eyni parçadır. Bugün ay özəl dedim də, yəni rənglərə. Hə, düşünmən yetər. Düşünmən yetər. Gözəldir. Yəni. Onun üzərindən 6 verirəm. Çünki dediyim kimi 1 puan aşdan, 2 puan ləvəngdən, bir də türk falan bunlardan çıxır. 10 ballıq sistemdən 6 verirəm. Səbəb isə yenə də qeyd edirəm, aş mənim üçün çox kulminasiya idi. Oradan 2 kəsmişəm. Geri qalandakı türk 2 bal aşdan kəsdim. Digər tük çıxmağından falan da eyni şəkildə 2 bal. Amma digər salat falan hamısını toplasan dekorla bir yerdə əziyyətindən 6. Balım Aytənə 6-dır. Nəyə görə 6? 10 üzərindən ağlımda olan nüanslardan hamısından 1 bal çıxmışam. 1 tük, 2 aş, 3 ləvəngi, 4 də aura. Yəni o qədər gərginsən ki, o gərginlik mənə keçdi və başım ağrıyır bayaqdan. Amma belə ümumilikdə 6 bal. Əziyyəti və aşağı baxa-baxa. Həqiqətən başım ağrıyır. Amma evə gələndə başım ağrıyır, amma nəysə. Özün demişdin qapıdan gəldi ki, başım ağrıyır. Hə də yəni o enerji, yəni söhbəti vardı, evin enerjisi, evin aurası. Aytənə xalım 7-dir. 3 xal kəsməyimin səbəblərindən biri mehinlə qatılıram və digər izləyicilərə də bu göz belə dedi, qulaq sırqası deyirlər, nə deyirlər, o olsun ki, aura çox önəmlidir, gərginliyi ötürürdü. Yəni insan nəsə demək istəyəndə də biraz belə qorxa deyirdi. Yox, mən onsuz da deyirəm, genel ümumi mənada yeməkləri çox yüksək gözləyirdim, çünki səndən bekləntim çox yüksək idi. Ümumilikdə bir xalda ona kəsmişəm, amma belə salat və şirniyyatı çox bəyəndim. Ona görə 7 vermək içimdən gəldi. İzlədiyiniz üçün təşəkkür edirik. Gələn həftə Nigar Fərzənin evində qonağıq. Siz isə kanalına abunə olmağı, like edib rəy yazmağı unutmayın. Təşəkkürlər. Yəni bugündən xatirə belə kiçik luminosadan belə fular hazırlamışıq. İstifadə eləsəz, eləməsəz, yəni ay yox, sənin deyildi, çox üzr istəyirəm. Sən buraya. Belə də bıra taxmağa. Yəni ekstra parça qalsa, belə də canım. Belə bir şey bağlamırsan. Ya belə buradan bir dənə bant çıxsa da. Fülər, düzdür, eyni parçadır. Bu gün ay özəl dedim də. Yəni
Təşəkkürlər. İstifadə edəsiniz. Sağ olun. Reklamın yetər. Mən Aa, qəşəng oldu ya.